Selamünaleyküm, her vaxtınız xeyir olsun. Evet, salam kardeş, salam. Her vaktiniz hayır olsun. Hoş geldiniz. Buyurun kardeş. Ne ters, ne var ne yok? Şükür Çox sağ olun, salamatçılık Allah öyle. razı Sen olsun. gelene Siz kadar dedim biraz bir meseleler var. Onlarla bağlı danışım. Kardeş buyurun bugünkü efirimizi elə siz dediniz diye ben təşkil elədim. Buyurun özünüzü təqdim eləyin. Ne baş verir? Allah sizdən razı olsun. Təşəkkür edirəm bu Buyurun. təşkil etdiyinizə görə. Azərbaycan Respublikasının vətəndaşı olaraq dünya ictimaiyyətini salamlayıram Salam. və bu efirə baxanların hər kəsi təbrik edirəm ki, bu illə bağlı. Yəni ki, mənim müraciətim bu işlə bağlıdır ki, 2016-cı ildə Astara rayonunda mərhum atam Zaydağa Bağırovun ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Həmin hadisə vaxtı Astara rayon polis müstəntiqi Bəhruz Qulamov və Astara rayon keçmiş prokuroru Zakir Saadovla əlbir olaraq bunlar atamın ölüm işini örtbasdır etmək üçün ailə üzvlərinin hüquqi varisi seçmək əvəzinə, ailə üzvlərinə, yəni bilikli bir insan, anlayışlı olan bir insanı seçmək əvəzinə bunlar al yaşlı anamı hüquqi varis kimi seçiblər və al yaşlı anamı alladaraq hadisəni törədən şəxsi məsuliyyətdən yayındırmaq üçün başlayıblar anama bir dənə etiraf eləməyə ki, bu şəxs tanımışıq, yəni bilmişik kimdir hadisəni törədən şəxs və onların ailə üzvləri üzrdə iştirak eləmək istəyirlər. İstintaq gedir. Yəni hər halda sən bir dənə bu sənətə qol çək, onlar gəlsinlər üzrdə iştirak eləsinlər və biz onu məsuliyyətə cəlb eləmişik. Artıq günah veriləndən sonra o gedəcək həbsə. Anam da müstəntiqin formasına, dövlət məmuru olmağına inanaraq 65 yaşlı, ağır yaşlı qadın nə bilsin ki, müstəntiq formasından, necə sənim, qulluq mövqeyindən sui-istifadə edərək hadisə törədən şəxsi məsuliyyətdən yayındırmış olar. Anam da o sənətə götürüb qol çəkir, amma o sənətin tərkib hissəsini bilmir ki, nə yazılıb orada. Bəhruz Qulamov götürür orada klaviaturada nə yazırsa, anama heç nə demədən, bildirmədən, anam da götürür həmin sənətə qol çəkir. Gəlsin üzrdə iştirak eləsinə, mənim razılığım var. Üzrdə iştirak eləmək adı ilə yəni. Bəhruz müstəntiq Bəhruz Qulamov başlayır bu işi örtbasdır Sizin eləməyə. yolu bir dəqiqə. Sizin atanızı maşınla vurup öldürüblər. Bəli, bəli. Atam elə Bu bir ki, sizin yaşadığınız rayonda olub, Astara değil mi? bəli, Astara rayonunda olub. Ha bunu vuran adam yani siz tanıyırsınız. Bu dakikada realdadır. Yani azadlıkta gezir. Bəli, hadisə günündən bu insan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli bir ranglı bir adamı olub, vəzifəli şəxsi olub. Həmin hadisə Astara rayonundan Neftçalaya qədər dəniz limanı rəisi olub bu insan. Katerlərin giriş-çıxışına, yəni Sahil Mühafizə İdarəsinin katerlərin giriş-çıxış rəisi olub. Astara rayonundan Neftçalaya qədər bu dənizə nəzarət edən şəxs olub. Bu şəxsi arxa dayağı güclü bir insan olub. Bildiyimə görə bunun arxası gedir, bağlanır General İlqar Abbasova, General Mayor İlqar Abbasova bağlanır bunun arxası. Yəni bunun belə bir yüksək vəzifəli adamı var. Ona görə bu iş biliblər ki, hadisəni törədən şəxs DSX əməkdaşıdır. Bunun vəzifəsinə hər hansı bir mənfi nəticələr gəlməsin deyə cinayətçini örtbasdır ediblər. Eləmək üçün üzə başlayıblar ki, al yaşlı qadının etimadından, hüquqlarından sui-istifadə etməyə. Harda üst bastır edirlər bu işi? Astarada? Eliblər Astarada, bəli. 8 il davam edən istintaq hərəkətləri, yəni istintaq bağlı qalmışdı 8 ildir. Hadisə günündən ibtidai istinaq qərarı necə xitam olunmuşdursa, həmin qərardan ailə üzvlərinə bir sürət vermirdilər. Həmin sürətin alınmasına görə mən uzun müddətdir, istər anamın adından, istər öz adımdan mütəmadi şikayətlər edirəm ki, qərarın sürətini verin, vermirdilər. Axırda ötən il idi, səhv eləmirəmsə, prezidentin yenidən seçildiyi vaxtlar, 6 fevral. Getdim prezident aparatının qarşısında çəkiliş elədim. Prezident biləndən sonra və başladı prokurorluğa tapşırıq verməyə, dərhal istintaqa yenidən başladılar və həmin ibtidai istinaq qərarının ləğv olunmasına görə baş prokurorluq tərəfindən tapşırıq verildi. Həmin ibtidai istinaq qərarı ləğv olunmağına başladılar tədbir görməyə. Bəli, tədbir gördülər. Həmin ibtidai istinaq qərarı ləğv olundu. Əlavə ekspert təyin olundu, yəni Astara rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qərarına əsasən. Əlavə ekspertlər təyin olundu. Ekspertlər rəy verdilər ki, bəli, şəxsin hadisənin qarşısını almaq ehtimalı olub.
Cinayət Məcəlləsinin 50.1 maddəsinə əsasən. Amma qəsdən Uzun. vurub öldürüblər. Valla istintaq materiallarından görürəm ki, yəni orada hadisə baş verən yerdə ilkin gündən məsələn nəqliyyat vasitəsinin tormuz izi zadı düşməli idi foto şəkillərdə. Bunları heç birisini eləməyiblər. Yəni təsadüf rast gəldim bu sənədlərə. Mənə qoymurlar. Yəni istintaq materiallarından dərindən tanış olun. Müayinə yaradırlar ki, mən orada hər hansı bir dəlil sübutlar götürərəmsə, onun üstündə iş görə bilərəmsə, ona görə iz itirirlər. Və kamerada da oldu bu əhaldə. Olub, kamera olub. Orada keçmiş su anbarı da olub. Həmin su anbarı hadisədən sonra dağıdılıb, o ərazi satılıb. Orada geniş bir stromaterial dükanı tikilib. Yəni orada çox dəyişikliklər olub bu illər ərzində. Sözümüz yəni odur ki, yəni bildiyimə görə əgər polis müstəntiqi bilə-bilə hadisəni törədən şəxs Dövlət Sərhəd Xidmətinin əməkdaşıdırsa, bu istintaqa başlayıbsa, istintaq materialları hadisə yerində baş vermiş baxış protokolunu və istintaq materialını toplayaraq bu hərbi prokurorluğa göndərməli idi bu sənədləri. Hadisəni törədən şəxs əgər hərbiçi idisə. Mən hadisə günündən getdim polis idarəsinə ifadə verdim və tələb elədim ki, həmin şəxslə görüşüm. Bəlkə bu insan içkili olub, bəlkə narkotik istifadəçidir bu insan. Bəlkə qəsdən mənim atamı vurub öldürüb. Bunu heç kəs mənə göstərmədi və bunu tutub vermişik hərbi prokurorluğa. Hadisə günü getdim hərbi yalan ifadədir. Bu günə mən düşdüm bu işin üstünə. İbtidai istinaq qərarını vermədiyi halda mən başladım mənim tələblərimə toxundular ki, necə yəni ola bilər? İstinaq qərarı varsa, qərar niyə zərər çəkmiş ailə üzvlərinə verilməsin? Məqsəd nədir? Aysa. Bununla bağlı mən mütəmadi şikayətlər etdiyimə görə başladılar məni təqib eləməyə ki, mənim izimə adam saldılar. İstər iş yerlərində, istər ərazi üzrə hardasa gəzirəm və şəxsi istifadəmdə olan telefon anten məlumatlarımı yoxlayırlar, izləyirdilər ki, hansı ərazidə oluramsa mənim izimə bir killer salsınlar, ya məni öldürtürsünlər ki, mən bu şikayətlərindən əl çəkeyim. Ya da ki, polis şöbələrinə qanunsuz olaraq çağırılırdım telefon zəngləri ilə. Bu kimi hallar yəni mən blokada şəraitdə yaşayıram hal-hazırda ölkədə. Yəni bunu ölkə başçısı bilmirsə, bilsin. Mən bu efir vasitəsilə ölkə başçısına bir siqnal vermək istəyirəm ki, Astara rayonunda 3 dənə prokuror mənim atamın qanını yeyiblər, batırıblar. 3 dənə O adamların prokurordur. şəkili var mı sizdə? Adı nədir o adamların? Astara rayon keçmiş prokuroru Zakir Saatovdur. Onun dalınca dəyişilən Qabil Qasımovdur və Əli Əliyevdir, hazırki prokuror. Və keçmiş polis rəisi Adil Həsənov, istintaqın rəisi Elman Quliyev və polis müstəntiqi Bəhruz Qulamov və bir neçə orada qayi işçiləri zadı olub. Bunlar yəni 15 nəfərə yaxın vəzifəli şəxslərdir bunlar. Hüquq mühafizə orqanlarının əməkdaşları. İmindi bu işi niyə örtbasdır eləsinlər? Burada tək cinayət bu deməkdir ki, yəni az ağır cinayət olsa da axı burada insan həyatı təhlükəyə salınır. Bu yaralanmayıb az ağır cinayət. Burada insan həyatı təhlükəyə düşübsə, insan həyatına son qoyulubsa, bu necə ola bilər ki, örtbasdır olunsun? Özdə bu bir vətəndaş deyil. Yəni bildiyimə görə mənim atamın ölümündən qabaq bir neçə ay qabaq da ola bilər arada məsafə olub. Mənim yeznəm də rəhmətə gedib. Yeznəmi də aparıblar kəndlərin birində içirdiblər. Yəni onu da başını götürüb kələməyə alıb soxulublar torbanın içinə. Əgər burada bu 2 dənə vətəndaşın ölüm hadisəsi eyni ildə baş verirsə, necə bu saxtakarlıq ola bilər ki, 2 dənə cinayətçi örtbasdır olunsun? Əskərov Ziya Elşanoğlunun ölüm hadisəsi də örtbasdır olunub və Bağırov Zaydağa Hüseyn Ağaoğlu'nun. 2 dənə ölüm işi bir dəqiqə gözür istəyirəm. Bir nəfər sizin yeznənizdir, bir nəfər də atanızdır. Bəli, bəli. Və bunların da ölümlərinin arasında nə qədər fərq olubdur? Neçə ay, neçə il? İl olmayıb. Yəni yeznəmlə atamın arasında ola bilər 3, 5, 6 ay belə. Və sizin yeznənizi necə oldular, öldürdülər ki? Nə baş verdi ki? Bu deməli uzun müddət qeyrət namus üstündə uzun müddət türmədə yatan insan olub. O çıxandan sonra mənim bacımı qaçırtmışdı, evlənmişdi. Bu burada yəni təşkilatlara gedib tələb eləyirdi ki, mənə iş verin, işləyim və yaxud da ki, dolana bilmirəm, türmədən çıxmışam. Yəni əziyyət çəkir də dolanmağına ötə. Bu haqqını tələb etdiyinə görə bu bilmədim bunlar necə torba tikdilərsə, necə buna necə sənəyim, don geyindirdilərsə bu işi, bunu aradan götürmək üçün bunu arada bir vasitə kimlərlə bu hardasa yeyib içirdisə, hardasa bir dostluq, yoldaşlıq elirdisə, həmin adamları ələ aldılar və bunu telefon zəngi ilə çağırdılar kəndlərin birinə ki, gedək orada yeyib içək. Səhvləmirəmsə yay mövsümü idi. Aparaq yeyib içək, apardılar, yedirdilər, çizdirdilər bunu içkili vəziyyətdə. İndi kimlər olsa bu tək adamın işi olmaz ki, bunu kəlləməyə ala götürüb soxsunlar turbanın için.
Necə yəni turbanısı? Yəni həmin orada həmin kənddə restorana yaxın bir kənddə olub. Yəni çölük biyabanlıq olub, hardasa yeyib içiblər. Orada geniş belə bir turba olub məsələn. Onu götürüblər, köməkləşib aparıb soxublar turbanın içinə baş aşağı. Yəni şəxsin baş hissəsi yox idi əməli başda, püskünündə idi. Turba yerdən olub, eləmi? Belə baxırsan yerdən dərin turbadır içi, tullayıblar turbanın içinə. Hə, yəni burada görünür ki, şəxsən həyatında sui-qəsdlər var. Yəni bu istinad materialları beləsini örtbasdır olunur. Adını da qoyublar ki, yeyibçi piyan olub düşür. Ayso, hə, belə olur. Ehtiyatsızlıqdan gedib düşüb o turbanın içinə. Hə, birinci yeznənizi belə öldürüblər, sonra da üstündən 2-3 ay keçən sonra atanızı vurub öldürüblər, eləmi? Yəni Və iki bununla dəfə bağlı siz şikayətinizi ancaq öz rayonunuzda Astarada məhkəməyə, polisə şikayət eləmişsiniz, Bakıya da şikayət eləmişsiniz siz. eləmişəm, bəli. Yeznəmin Nə bölümü deyirlər? Azərbaycan Respublikasının Baş Prokurorluğuna, yəni atamın mən şikayətlərim olub. Burada sübutlarım da var ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dəfələrlə tapşırıqlar verilib ki, zərurət yaranırsa hərəkətə keçin və mərhum Zaydağa Bağırın ölüm işi ilə bağlı istintaq materiallarında hər hansı bir tədbirlər görün. Burada sübutlarım var. İstər Zakir Saatov, istər Qabil Qasımov, istər Əli Əliyev. Müxtəlif vaxtlarda Baş Prokurorluqdan verilən tapşırıqlardır bunlar hamısı əlində. Tapşırıqlar verirlər, lakin yerli prokuror bu sənədlərə baxmır, şikayətləri təmin etmir. Örtbasdır edir. Deməli 8 ildir sizin bu işinizi baxmırlar, eləmi? Xeyr, baxmırlar. 8 il yox, artıq 10-cu ilə keçir. 2016-dan bu gün də 2026-cı ildir. Hə. Hazırda O da əlavə ekspert təyin olunub. Ekspertin rəyinə əsasən həmin istintaq sənədləri gedib Azərbaycan Respublikasının Lənkəran rayon hərbi prokurorluğuna, yəni həmin şəxs hərbiçi olduğuna görə. Orada da qərar çıxardılar ki, 75-ci maddə, yəni ki, həmin cinayət işi 263.2 ilə açılmışdısa, 39.1 ilə xitam olunmuşdu. Həmin xitam qərarı da ləğv olunandan sonra, yəni əlavə ekspertlər təyin olundu və şəxsin əməlində günah çıxandan sonra 50.1-in tərkib hissəsi. Bunu verirlər həmin Lənkəran rayon hərbi prokuroruna, göstərirlər ki, az ağır cinayət işi olduğuna görə artıq cəlb etmə müddəti bitib. Necə ola bilər ki, bitib? Hazır ki, hadisə günündən mənim şikayətlərim var. Necə yəni, mən müddət bitirməmişəm. Mən mütəmadi şikayətçi olmuşam ki, istintaq materiallarından narazılığımız var. Yəni, istintaqın qərarı ailə üzvlərinə verilməyib. Bundan məhkəməyə şikayət etmək hüququmuz var bu yanına ki, ehtimala qarşı. Necə ola bilər? İstintaq materialları ailə üzvünə verilməsin və 8 il sonra Astara məhkəməsinin qanuni qüvvəyə minmiş qərarından sonra biz həmin qərarla tanış oluruq ki, görürük orada çox büyük boşluqlar var. Müstəntiq burada yetərincə kobud şəkildə dövlət qanunlarına ziddiyyətli hərəkətlər edib müstəntiq. Yəni vəzifə saxtakarlığı 1. Burada Cinayət Məcəlləsinin 297 və 313 maddəsinin kobud şəkildə pozulma faktları var bu sənədlərin içində. Plus prokurorun 449.3.2-nin tələblərinin kobud şəkildə pozulması var. Cinayət Prosessual Məcəlləsinə rəhbərlik edən şəxs birbaşa prokurordur. Bu prokuror bu cür qanunsuzluğa yol verəndən sonra nəyə lazımdır bu ayda 7.000 manat dövlətin əmək haqqı alır, bu Astara rayonunda bu prokuror vəzifəsini zəbt edibsə, 7.000 manat əmək haqqını niyə alır dövlətdən? Vətəndaşın hüquq və azadlıqları müdafiə olunmur. Nə vaxta qədər bu haqq? sizin atanızı başa düşdük. 10 ildir bu işə baxmırlar. Zaten ona görə baxmırlar ki, ümumiyyətlə Maraqlı sizin haqqınız bərpa olmasın. Yəni bu adamlar ona görə baxmırlar ki, təbii ki o atanızı maşınla vurub öldürən adamın cinayətdən uzaqlaşması üçün, yəni cinayətdən konkret uzaqlaşdırır da o adamı qoruyurlar. Yəni siz zəif görürlər. Azərbaycanda belədir də, yəni məhkəmədir, polisdir, rəisdir, DTX-dır, nə bilim hamısı telefon zəngi ilə işləyir. Qanunla işləmirlər ki. Faqonu taxırlar bura, deyirlər söz bizimdir, qutardı getdi, nə qanun. İndi bir dənə söz soracağım qardaşım. Yeznənizlə bağlı şikayət elədiniz, o nə dedi? O nə vaxt olub o hadisə? Yeznəmlə bağlı şikayət eləməmişik. Sadəcə onun bacısı orada hüquqi varis kimi tanınıb. Yəni bizim burada heç birinci əqd edilən bir şey vardı. Yəni əgər bunun doğması varsa, düzdür, ailə sayılır doğması. Bunun bacısı orada hər hansı bir sənətə qol çəkibsə, deməli barışıb bunun bacısı. Amma mən buradan şübhə mənə yaranır ki, necə ola bilər? 3 ay qabaq mənim yeznəm bu cür hadisəyə uğrasın, ölsün, rəhmətə geçsin. 3 ay, 5 ay aradan keçəndən sonra mənim atam bu cür ölsün. Yəni bu istər-istəməz atanızın hər hansısa bir, yəni öldürülməmişdən öncə Astarada məhkəmə, polis və yaxud da hansısa bir
dövlət orqanlarıyla bir problem falan olub bu? Nəsə olub bu? Xeyr, olmayıb, amma get-gəldə idi. Niyə görə? Onun istifadəsində işlədiyi dəmir yol stansiyasının yaxınlığında 6 sot torpaq və bir 2 otaqlı ev var idi tikili. Həmin tikiliyə qonşuluqda yaşayan əmim oğlu Rəşad Bağırov qanunsuz olaraq evə girmişlər 2012-ci ildə. Atama məxsus sənədləri evdən oğurlayıblar və atam 4 il imiş ki, bu küçələrə düşmüşdü. Ki, həmin sənədləri bərpa eləsin. Evini saxta yollarla Rəşad Bağırov ələ keçirib satmaq istəyirdi 10 min manat. Bu səs atama çatandan sonra atam bilib ki, evə qanunsuz giriblər, evdən sənədləri oğurlayıblar. Bütün foto şəkillər, zatlar var məndə, sübut edə bilərəm. Bu Rəşad Bağırov atama bu cür əziyyətlər verdiyinə görə atam bizdən xəbərsiz 4 il imiş Astara rayonunda rayon icra hakimiyyətinə, bələdiyyəyə şikayət edilmiş, prokurorluğa, polisə ki, mənim evimdən sənəd oğurlanıb və Rəşad mənim evimi ələ keçirmək istəyir satış məqsədi ilə. Sonuncu dəfə atam rəhmətə getməmişdən bir gün qabaq Bakıda mənim yanımda oldu. Yəni mənə dedi ki, mənim üçün vəkil tut, gedək Astaraya, mənim bu işimi həll eləyək də, yəni mənim evimin sənədlərini oğurlayıb, başlı üstünə hərəkət edib mənim evimi ələ keçirmək, məni evdən çıxartmağa, qovmağa. Gəldi mənim yanıma, mən də bir obyekt işlədirdim. Çıxa bilmədiyim vaxtı atamdan getim etibarnamə götürdüm ki, sən get rayona. İcra hakimi qəbulu var idi həmin bir gün. Ki, şikayətindən bağlı Astara rayon icra hakimiyyətinin qəbuluna girməli idi Qəzənfər Ağayev. Qəbula girib, orada da əmim yoldaşı onu orada söyüblər, təhqir ediblər, imkan vermiblər icra hakimi qəbuluna girsin. Atam oradan çıxıb gedib polis idarəsinə şikayət edib ki, necə bu haqsızlıqdır? Mənim şikayətim var, icra hakimiyyətinin qəbuluna girə bilmirəmsə, bu nə cür qanundur, bu nə cür haqsızlıqdır? Bu hər həftənin 3-cü günü əgər vətəndaşlarla qəbul günü yaranıbsa, buna şərait yaradılıbsa, niyə mən qəbula girə bilmirəm? Mən təzyiqlərə məruz qalıram. Polis şöbəsində işləyən sağ olsun, orada yeganə bir polis əməkdaşı, ona mən minnətdarlığımı bildirirəm ki, Ceyhun Minayev adlı polis əməkdaşı atama dərhal orada dərman verib, atama su verib ki, dərmanı iç, biraz sakitləş, əsəbləri cilovla. Yəni ki, infarksiya olmadı bu yolda. Sağ olsun bir dənə 7 sinifli o polis əməkdaşı ki, onu mən buradan efir vasitəsilə minnətdarlığımı bildirirəm. Çünki atama realni birinci addım atan, atamın xeyirxahlığını düşünən bir dənə o polis əməkdaşı olub. Ondan sonrakını mən hələ də bu günə qədər görmürəm ki, mənim hüquqlarımı müdafiə etsinlər. İllərdir, yəni 9 il, 10-cu ilə keçir. Mən bu işlə bağlı tək başına nə vəkil tuta bilmirəm, imkanım yoxdur. Hansı vəkilə də ağız açıram, 10 min manatdan aşağı pul demirlər mənə. 10 min manat. Mən fəhləliklə. Mən hardan tapım bu 10 min manatı ki, hüquqlarımı müdafiə edə bilim? Aya da pod vaprosdur, yəni aya bu şəxsi tutarlar ya tutmazlar. Yəni qərar verə bilmir ki, 10 min manatı sən mənə ver, mən bu işin axırına gedim, nə edə bilərəm? Budur haqsızlıq. Bax, budur, bax, mən burada səslənirəm. İlham Əliyev, Baş Prokuror Kamran Əliyev, Vilayət Eyvazov, Əlin Ağayev, bax, sizin deyirsiniz, biz idarə edirik, xalqa xidmət edirik. Bax, sizin xidmətiniz budur. Mən bu qardaşı tanımıram. And olsun Allah, ilk dəfədir görürəm, dünən axşam danışmışam. Mənə müraciət edir ki, qardaş, başıma bu iş yap, deyim, gəç, qardaş, danış. Bax, sizin idarə elədiyiniz, sizin xidmət elədiyiniz, nə biləm, biz xalqımızı sevirik, qanun belə, demokratiya belə, insan dəyər belə. Buyurun, bax, bu qardaşın burada fəryadı, bu qədər danışdığı bu haqsızlığı, sən Kamran Əliyev, Baş Prokuror, Əlin Ağayev, nə bilim, Vilayət Eyvazov, İlham Əliyev, Mehriban Əliyev hamınıza aiddir. Bax, bu adam sizin nə abırda olduğunuzu sübut eləyir. Buyurun, milyonlar belə vətəndaşlar var bu gündə. Hani sizin qanunlarınız? Niyə siz telefon zəngi ilə işləməlisiniz? Niyə axı, nədir bu, nə dövlətdir belə? Qardaş, qanun yoxdur mu? Bu adama niyə vəkil vermirsiniz? Adam deyir, 10 min pul istəyir. Bu dövlətin vəkili yoxdur. Niyə bunu müdafiə eləmirsiniz ki? Yazıqdır öyle bir zaman. Üzr istəyirəm. 2 dəfə Daxili İşlər Nazirinin qəbulunda oldum. Bir dəfə İsmaili rayonda 8 yanvar. Bir dəfə də avqustun 30-u idi Astara rayonda. Cənab Nazir mənə vəkil təyin elədi. O vəkil də satqın çıxdı. Bunu birbaşa deyirəm ki, satqın çıxdı. Çünki dəfələrlə mən ona deyirdim ki, istintaq materiallarında prosessual qanun pozuntuları var. Faktiki sübutlar da göstərirəm ona. Ki, bununla bağlı prokurora müraciət elə və vəsadat qaldır ki, mənim şikayətim təmin olunsun. Həmin vəkil dövlətdən əgər əmək haqqı almışsa mənim hüquqlarımı müdafiəsi etməyi naminə, bu vəkil mənim işimə baxmadı, mən axırda məcbur oldum. Yəni mənə o həddə gətirib çatdırdı ki, getdim ərizə yazdım ki, imtina elədim onu. Daxili İşlər Naziri Vilayət Eyvazovun tapşırığını o vəkil təyin olunmuşdu mənə. Astara rayon istintaqın rəisi Ərəstu müəllim ona ödəniş vermişdi və mənə hüquqlarımın müdafiəsi naminə. İstər mülki işlə bağlı, istər cinayət işlə bağlı. Bu şəxsə mən birbaşa efir vasitəsində deyirəm ki, Ümid adlı şəxs, Ümid Cəfərov, mənim dəfələrlə verdiyim tapşırıqları yerinə yetirmədiyinə görə
Mən ona imtina elədim. Yəni məcbur oldum ki, mən özüm öz hüquqlarımı müdafiə edim. Yəni hər tərəfli mən kəsili vəziyyətdə niyə qalmalıyam mən bu ölkənin hüquqi dövlətin bir vətəndaşı olaraq? İşte hüquq yoktur. Da bayaq dedik ya, özün de deyirsən, bak telefon zəngiyle. O ona zəng edir, bu bunu müdafiə edir. Yani hamısı birbirinin üstüne atır. Beləliklə zamanı uzadır, illerini alır elinden. Şikayetine bakan yok, yersiz kalırsan. Yani bu da yoktu, hüquq yoktu kardeş. Bak burada bir dostumuz da yazıb, dövlət var ki, Bəli. bəli yoktu. Dövlətimiz olsaydı, kardeş bu günlərin dövlətimiz bize kömək eləyərdi. Niye sizin kimi vətəndaş çıxıb şikayət şey ki- eləməlidir ki? Çünki baxın, 6-12-2016-cı tarixdə mənim anamın adına ərizə müraciəti olub. Rayon prokurorluğuna tapşırırlar ki, vətəndaşı qəbul elə, vətəndaşın şikayətini təmin olunması üçün zəruri tədbir gör. Nə vətəndaşı qəbul ediblər, nə vətəndaşın şikayətini araşdırıblar, nə də heç bir operativ hərəkət görməyib. Bilə-bilə burada müstəntiqin qanun pozuntusu var. Cinayət Məcəlləsinin 297 maddəsinin və 313-cü maddəsinin tələblərini kobud şəkildə pozması var faktı. Buna göz yumublar. 3 dənə prokuror. Hər birisinin adında da mənə verilən tapşırıqlar yerinə yetirilmir. Cavablar Niye var. gör? Az kardeş. Üzr istəyirəm. Niye göz yumurlar? Çünkü adamlar pul veriyor bu ölkədə Azərbaycanda. Vəzifə biznesə çevrilib. Adamlar pul verib, vəzifə alıb taxıb bura biznesdir. Pulunu ver biznes nədir? Vəzifə alıb taxıb bura istədiyin elə. Oradan nə qərar gəlir gəlsin baxmayacaq. Çünki ölkə bu gündədir. Yiyəsi yoxdur. Sənin, mənim, bizim yiyəmiz yoxdur. Adamın bir dövləti olar, adamın şərəfli bir dövləti olar. Bir ədalətli bir dövlət olar, sığınmağa bir yeri olar. Yani qapısını döyüb, problemini deməyə bir dövlət qapısı olar da, yoxdur. Polisi de o gündə, məmuru da o gündə, rəisi de o gündə, prokuroru da, hamısı. Niye? Çünkü ölkədə dövlət diye bir şey yoxdur. Dövlət özü işğal olub. İşğal olub qardaş. Ona göre dövlət olan yerdə sənin hüquqların qorunar, haqların qorunar. Sənin kimi milyonlarla vətəndaşlar bu gündədir. Bak dünən mən nə dedim? Dedim çıxım danışım, dedim çıx danış. Kardeş şikayete de bakmırlar ya artık. Yoktu şikayete bakan da yok. Bu özünüz değilsiniz. Yani Astana'da yani senin işine bakacak bir devlet organı yoktu. Sen niye orada varlar? Ne için var? Sizin gelsin işine meşgul olsun da. Polisi de, memuru da, prokuroru da. Bəs mən də onu demək istəyirəm ki, dövlət büdcəsindən bir dənə Astara rayonunun hüquq mühafizə orqanlarına, istər polisə, istər prokurorluğa, istər icra hakimiyyətinə, digər orqanlara hesablasaq, milyardlarla ay ərzində ödəniş olunur dövlət hesabından, dövlət büdcəsindən ki, vətəndaşın hüquqlarını müdafiə edin, hüquq və azadlıqlarını müdafiə edin. Əksinə isə vətəndaş haqlı ola şikayət edir, vətəndaş haqlı olduğu yerdə, gördükləri yerdə, bildikləri yerdə əksinə vətəndaşı intihara cəhd eləməyə məcbur edirlər. Bax, mənim qollarımda sağ yeri yoxdur, and ola Allaha. Bax, bu qolumu da doğramışam, bu qolumu da doğramışam, əlimin üstündə doğramışam. Hamısı nədən ibarətdir, nədən irəli gəlir? Polisin təqiblərindən. Bilirlər haqlıyam, telefon zəngi ilə çağırırlar bölməyə, qanunsuz saxlayırlar, mən də əsəbdən doğrayıram. Nə vaxta qədər olacaq? Mənim oğurluğum yox, narkomanlığım yox, şərəfsizliyim yox, heç kəsin arasına basını haqqımı tələb edirəm, hüququmu tələb edirəm. Məni niyə əksinə təqib eləməlisiniz? Məni niyə həbsə atmalısınız? Gör həbsə atsaz, mən 4 divarda çürüyəcəm, mən bu işə qol çəkəcəm, barışacağım, xeyr barışmayacağım. Mənim başımı tərs də kəssələr, mən barışmayacağım. Mənim burada dağ boyda atamı itiriblər. Atamın qanını itbat ediblər. Burada nə deməkdir bu? Mənim arxada ayağımdır ya ata. Mən bugün niyə mən gedib 20 min, 30 min, 50 minlə təzminatla razılaşmalıyam, mənim atam qəbirdə çürüməlidir? Razılaşmıram da. Əgər mən Demək təklif edirlər bunu. təklif edib, daş mənim videorolikimi sildirməyinə görə mənə təklif ediblər ki, sənə falan qədər pul verir, videorolikini sil, prezident görməsin, mən silməmişəm. And ola Rəbbimə. Pul təklif ediblər. Həmin videoroliki sil, efirdən prezidentin qarşısına çıxmasın və ya da ki, ictimailəşməsin. Mən buna vaz keçmişəm, qəbul eləməmişəm. Yəni, həmin pulu qəbul etmiş olsaydım, mən şərəfimi pula satmış olardım. Baxırlar ki, görürlər tək mövqeyli olaraq mən bu işin üstünə düşmüşəm və 27.03.2024-cü ilə qədər tanış bilmir, əsəbi adındır, anaşı. Bu kimi ərizələri yazıram. Məni qəbul etmədikləri halda mən başladım prinsipal olaraq tək mövqeylə bu işin üstünə düşməyə. 27.03.2024-cü il tarixdən sonra mən hüquqi varis kimi təyin oldum.
Yəni o vaxta qədər mənim hüquqlarım müdafiə olunmur. Hazırki vaxtda da məhkəmə qərarı var. Hüquqi varis kimi tanınmışam. İstintaq materiallarından tanış ola bilmirəm. Həmin materiallardan nüsxə götürə bilmirəm. Heç bir idarəyə girib şikayət edə bilmirəm. Əksinə mənlə provokasiya yaradırlar ki, hər hansı bir idarədə, istər polis idarəsində, istər prokurorluqda yalandan mənimlə provokasiya yaradırlar ki, mən şəxsən ya bir kobud şəkildə cavab verim, inzibati xəta haqqında məni tutsunlar, sapsınlar içəri. Şəxsi axtarış zamanı cibindən narkotik çıxdı. Və yaxud da ki, silah qoyacaqlar üstümə, silah çıxdı. Bilirsiniz bu nə deməkdir? Yəni bilə-bilə vətəndaşla bu cür provokasiya yaradırlar. Mənim heç bir şeyim yoxdur. Kasıb bir vətəndaşım. Fəhləliklə məşğulum. Sadəcə haqqımı, hüququmu tələb edirəm bu dövlətdən. Kasıb bir vətəndaş haqqını, hüququnu tələb eləmək əvəzinə, eləyirsə əgər bunun hüququnu müdafiə etmək əvəzinə, operativ hərəkət görmək əvəzinə, operativ tədbir görmək əvəzinə, əksinə məndən provokasiya yaradırlar, mənə həbs eləsinlər, üstümə narkotik atsınlar və yaxud da silah atsınlar ki, bu banditdir, və yaxud da ki, dələduzdur, və yaxud da ki, bu cinayətkardır, quldurdur. Gör bunlar vəziyyəti nə yerə gətirib çıxarıbsa, vətəndaş haqqını gəlib sosial mediada çıxır, bizlərin efirinə ki, mənim hüquqlarımı bərpa edin. Ay İlham Əliyev, ay Kamran Əliyev, ay özünə dövlət deyib bu millətin başında duran bədbaxtlar. Bax, sizin idarə elədiyiniz vətəndaş bu gündədir. Gör nə gündəsinizsə, vətəndaşın işinə baxmırsınız, hüquqlarını müdafiə eləmirsiniz. Vətəndaş üz döndərib bizə ki, medianı aşırıram, mən oradan çıxıb sözümü deyim. Ay, belə idarəçilik mi olar, belə dövlət mi olar, belə, bu nədir belə, kimsiz siz? Astara kimi yerdə, yəni, nə böyük bir şeydir ki, adamın atasını öldürüblər. Qardaş, qanunu batırmayın da, haqqını istəyir da. Pul təklif edirsiniz, mən buradan təşəkkür edirəm sizə ki, sizin kimi qətiyyətli qardaşlar var, dostlar, bacılar var, insanlarımız var. Qətiyyətli olmaq lazımdır, hər şey pul deyil. Sən adamın atasını öldürüb, mən sana 50 min verirəm, bu işi bağlı nədir? Videonu sil, bu işi bağla geçsin, dilə gətirmə. Belə bir şey yoxdur. Adamlar prinsipialdır, adamlar qeyrətlidir, qətiyyətlidir. Necə ola bilər? Sən adamın atasını öldürüb, pul vercinə ki, bu işin üstünü bağla. 8 ildir, 10-cu ilə keçirlər mi? 10-cu ildir cəmaatın qanunu batırmışsınız. Belə dövlət olar, kişi. Belə idarəçilik olur, nədir bu belə? Ona görə deyirəm, qardaş, siz düzdür, şikayətə baxmırlar, siz də deyirsiniz, eşitsin İlham Əliyev, Kamran Əliyev bizim efirlərimizi izləyirlər onlar. Onlara ən çox biz maraqlıyıq ki, çünki biz təhlükə onlara. Ölkə daxilində onlara təhlükə olan adam yoxdur. Bizi izləyirlər bizi. Bu vətəndaşın hüquqlarını müdafiə eləyin. Bəsdirin, yetər artıq. Onsuz da deməkdən bezmişik, gözlüb çıxıram hərdən efirdə. İndi qardaş burada danışır deyə mən bunu belə bu fasonda danışıram. Amma mən tək başıma danışanda deyirəm ki, qardaş, konkret bunları devirmək lazımdır. Azərbaycanı terrorçular içindən işğal edib. Faktdır bu. İnsanı öldürüb qanını batırmaq terrorçuların işidir, xəyanətkarların işidir, xainlərin işidir. Yetər də. Bildiyimə görə prokurorun vəzifəsi nədir? Əgər o isti kabinetdə oturursa, dövlət formasını geyinirsə, bu birbaşa cinayəti axtarıb tapmaq və sürətə cəlb etmək deməkdir. Tədbir görmək lazımdır bunu. Bu əksinə cinayətkarı azad edir, məsuliyyətdən yayındırır və onu qarşılayır. Yəni ki, necə səni müdafiə edir. Bu nə deməkdir? Bu nə haqsızlıqdır? Nə vaxta qədər olacaq? 10 ildir, and olar Rəbbimə, atamı qəbrə qoyduğum gündən bu günə qədər dizin sürünürəm. Mənim heç bir yerdən gəlirim yoxdur. Heç bir pis işlə məşğul deyiləm. And olar Rəbbimə deyirəm. Fəhləliklə işləyirəm, 5 manat qazanıram, qaçıram, ərizə yazıram, şikayət edirəm. Milyonlarla mən 2000-ə yaxın ərizə müraciətim var. Bu birisi nə deməkdir? Hüquqi dövlətin bir vətəndaşın evində əgər 2000-ə yaxın ərizə müraciəti varsa... Dünyanın belə bir şey yoxdur. Vətəndaş, ay millət, ay cəmat, gör. Həm atasını öldür, həm də bunu, baxına gör düşmən nə qədər belə primitiv işləyir, çox qəşəng işləyirlər. Özləri üçün çox qəşəng işləyirlər, bizə ziyandır, bəli. Adamın atasını öldürüblər, qanını batırırlar, həm ziyarət, həm ticarət. Həm də vaxtı uzadırlar ki, sən, bax, fəhli adamdır, işləyir, qoy vaxtı ona geçsin, qoy qazandığı ona geçsin, adam inkişaf elə bilməsin, adam vəkil tuta bilməsin, adam vəziyyətdə olsun, fikri, beyni ancaq olsun, işləyim, pul qazanım, əziyyətlər içində problemlər, ancaq problem fırlansın beyində. Adamı vaxt bilərəkdən bu günə qoyurlar. İşləginə, dünyanın heç bir yerində yoxdur belə bir şey. 2000 ərzə yaz günə, nə kişi? Bu dövlət də öyle, dövlətdən danışmaq, bu axmaqlıq olar, eyvallah. Dövlət, ədaləti olan dövlətə deyirlər də. Yəni, dövlətin ədaləti olan ona dövlət deyərsən. Haqq olar, qanun olar, dövlət deyərsən ona. 2000 ərzə yazılıb, 2000. Bilirsiniz nə qədər belə milyonlarla vətəndaşlarımız var. 5000 ərizə yazanlar var, 5000.
Bunu kimə desən adama gülərlər. O dövlət nə üçün var? Elə sizin yesin işi ilə məşğul olsun. 2000 ərzənin birinə baxmırsa, sizin yesin işi ilə məşğul olsun. Bəli, bəli. Əlavə olaraq da bunu da qeyd edeyim ki, axırıncı səfər Buyurun, Lövsan hadi. qəsəbəsində ərazidə bir iş götürmüşdüm, ustalıqla məşğulum. Bir mənzildə işləyirdim, oradan da çıxdım, həmin evə köçdüm. Həmin evdə, ərazidə hansı bir indi kimsə görüb və yaxud da ki, efirlərin birində necəsə izləyiblərsə məni, hansı ərazidə qalıramsa, təqib ediblər də, tapıblar, izimi biliblər və ya anten məlumatları ilə. Yaxınlıqda yaşayan Nadirov Samir Aydınoğlu, həmin şəxs ki, atama vuran şəxs, bax burada sənəddə görürəm ki, demə bunun Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsi ev 4 mənzil 3-də bunun qeydiyyat ünvanı var imiş. Hövsan qəsəbəsində. Bu şəxs 2 dənə polis əməkdaşlığını maliyyələşdirərək polis əməkdaşı Aqil Paşayev və Ramin Hacıyev və Aqil Paşayev əməliyyatçı olaraq mülki formada baxın necə oldu. Aynı may ayın 1-i mənə zəng elədi ki, sən gəlməlisən polis şöbəsinə. Deyirəm niyə? Deyir ki, bəs sənin haqqında Ədalət Həsənov, yəni mənə kirayə verən şəxs Ədalət Həsənov sənin haqqında şikayət edib. Deyirəm nəyin əsasında? Əsas bilməliyəm də. Yox, gəl bildirəcəm sənə. Dedim telefon zəngindən gəlmirəm. Rəsmi qaydada çağırış vərəqəsi verin. Mən bilim hansı əsasına çağırırsınızsa, mən bəlkə də vəkil tutacağam özümdən, vəkillə gəlməliyəm. Bilim də cinayət eləmişəm, bilim cinayətkaram, bilim qanun pozmuşam, bilim məndədir. Dedi gəlmirsən gəlmə, mən sənin gönlünüzü gətirəcəm. Mən buna bu sənədi tələb elədim. Bu əksinə məndən provokasiya yaratdı. Mənə söyüşlə, təhqirlə, yəni necəsə kobud şəkildə mənim hüquqlarımı pozmaqla baxarsan sənin başına necə belə ifadə verdi də, yəni ki, sən necə cıra-cıra, dağda-dağda gətirəcəm, soxacam. Hədə dili ilə danışın da, bəli. Hədə dili ilə. Bəli. Ayın biri zəng elədi, mən buna imtina elədim, telefon zənginə getmədim. Ayın ikisi səhər ev yiyəsini öyrətdilər ki, bu səhər işə nə vaxt gedirsə, sən bir dənə izlə, bunu get, suyunu zadını kəs, bu çıxsın səndən bir nəsə eləsin, yəni vursun, döysün, nəsə eləsin. Biz buna gəlib toy aparaq. And olar Rəbbimə elə də oldu. Bu şəxs səhər saat 9-a qalırdı. Mən evdən çıxıb işə gedəndə. Görüm ki, evdə suyum kəsildi. Üzümü yumaq istəyirdim, yəni ki, işə hazırlan. Gördüm suyum kəsildi. Çıxdım qapıya, gördüm ki, həmin Ədalət adlı şəxs əlində qayçı. Mənim suyumu kəsdi, düşəndə dedim, ayıb olsun sənin vicdanın var, qeyrətin və kişisən, namusun olsun. Gəl qapımı döy də. Pul istəyirsən, qapımı döy, pulu verim də. Suyumu niyə kəsirsən? Dərhal düşdü, qaçdı aşağı, getdim, çatdım onu. Çatar-çatmaz bu gördüm ki, bu sözlərimə, ifadəmə özünə gör ki, necə sənim, sığışdırmadı. Mənim üzümə tüpürmək istədi. Mən tüpürübcəkdən belə vaz keçdim. Kənaltı bir dənə yumruq qoydum. Cavab olaraq, tüpürcəyinə cavab olaraq. Yumruq qoydum. Vallahi deyirəm, yumruğu qoyduğum kimi 2 dəqiqə üstündən keçdi. Həmin Aqil Paşayev, əməliyyatçı, mülki formada mənim dalımca qaçaraq evə, gəldi, soxuldu evə. Mənim əlimdən sıxdı, güc tətbiq elədi, mülki formada, xidməti vəsiqəsini göstərmədən, sürüyə-sürüyə mən apardı, soxdu maşını. Hyundai Sonata boz rəngli bir dənə çip var idi qapının ağzında. Həmin maşını soxdular, sonra qapıda gördüm ki, bir dənə də polis əməkdaşı var. Bu da həmin Ramin Hacıyevmiş. Deməli, əməliyyatçı qrajdansı formada gəlir mənim evimə, məni baskın eləyib, əlimi qolumu sıxır, mənə güc tətbiq eləyir, aparır bölməyə. Amma polis formasında olan polis əməkdaşı isə qapıdan çöldə gözləyir. Yəni, forma olaraq mən onu görməyim. Qrajdansı formada mən nə bilim kimdir? Bəlkə küçə adamıdır, Ədalətin qardaşıdır, əmisi oldu. Mən bilərdim ki, polisdir. Düz aparırlar mənim polis bölməsində, mən protokol tərtib edirlər haqqımda. Qanuni çərçivədə, necə sənim, bildiyimə görə qanuna müvafiq qaydada mən cərimə oluna bilərdim orada. Əksinə mənə 535-in tərkibi hissəsini qoyurlar ki, güya polisə müqavimət, söyüş, təhqir, tabesizlik. 510-535. Bu kimi qanunsuz qərarla məni səhər saat 10-un yarısı saxlayırlarsa, gecə saat 8-də Suraxanı rayon məhkəməsi ilə əlbir olaraq bütün məhkəmə hakimləri zadı edirlər, topalaşır, gedirlər evlərindən, sakitçilikdir. Məni çıxarırlar məhkəmə qarşısına ki, nə var, günahkar tutmuşuq. Nə günahkar, nə cəza eləmişik. 535 onu mənə yükləyirlər, hakim qarşısına çıxarırlar. Həmin məhkəmə hakimi də Nərminə Rızayeva məni qanunsuz olaraq 8 sutka həbs eləyir. İnzibati qaydada. Deyirəm, nə kimi qanun pozmuşam? Subut elin də. Əgər polisi mən əl qoymuşamsa, təzyiq göstərmişəmsə, söymüşəmsə, subutları gətirin. Kamera varsa, kamera görünüşünü gətirin. Subut olsun da, subut yoxdur axı. Şahid var, şahidləri gətirin, göstərin. Heç bir subut olmadan məhkəmə hakimi Nərminə Rızayeva mənə 8 sutka qanunsuz həbs eləyir. Getdim inzibatını yatdım, çıxdım 8 sutkadan sonra.
Başladım yenə şikayət eləməyə, yenə başlayırlar mənə izmə düşməyə, mənə təqib eləməyə. Nə istəyirsiniz canımdan? Bir tək canım varsa onu da Allaha fəda edərəm. Qalan şeyə mən heç vaxt can vermərəm. Niyə görə? Çünki mən bu işdə haqlıyam. Mən hüquqlarımı müdafiə edirəm. Hüquqlarımı tələb edirəm. Pozulub, mənim hüquqlarım tapdalanıb. Vətəndaş olaraq, hüquqi dövlətin bir vətəndaşı olaraq hüquqlarım tapdalanır. Polis, prokurorluq tərəfindən, sifarişlə. Mənim izimə Belədir düşən qardaş. Belədir. Yiyəsiz ölkəyik, yiyəsiz millətik. Belədir. bu Azərbaycan Respublikasında mənim izimə düşən Astarayan prokurorudur, 3 dənə prokuroru və Astarayan keçmiş polis əməkdaşlarıdır. Rəisindən tutmuş, istintaqın rəisinə qədər. Çünki bunlar hamısı kurqon beqon gedirlər. Əlləyaqlı gedirlər vətəndaşın ölmüşünü örtbasır edirlər. 10 ildir vətəndaşın ölüm hadisəsi örtbasır olunur. Bunlar zəncirvarı bir-birlərinə sivyazlar qururlar. İmeni düşürlər mənim üstümə ki, məni hardasa şikayətləsinlər, hardasa məni şantaj eləsinlər ki, mənim şərəf və ləyaqətimi alçasınlar, soxsuna tülməyə. Bununla nə edəcəksiniz, nə əldə edəcəksiniz? Faktiki sübutlu sənədlərlə mən şikayət edirəm. Sübutlu sənədlər bilirsiniz nə deməkdir? Yəni mən yalan ifadə vermirəm. Mən fuflo qənət eləmirəm mən. Mən hava püskürmürəm. Əlimdə sübutlu sənədi var. Sənəd əsasında mən şikayət edirəm ki, haqqımı müdafiə edirəm. Hüquqlarımı müdafiə edirəm. Mən təmin edeyim şikayətlərimi. Şikayətim təmin olmayandan sonra mən niyə tutulmalıyam? Səbəb nədir? Belə də qardaş, kim diridirsə, kim qətiyyətlidirsə, kim şərəflidirsə, kim haqq, hüquq uğrunda savaşırsa, doğruları deyirsə, haqqın əzilməyinə imkan vermirsə, o adamları başlayırlar müxtəlif yollarla provokasiya edib, oyuna gətirib, cinayətkar edib, ən azından özünü içəri atmaqdır. Bunlar Bəli. belədir də, yəni bunlar polis deyir, qanun mənəm. Nə bilim, reis deyir, qanun mənəm. Və vəkil deyir, qanun mənəm. Və yaxud da nə bilim, prokuror deyir, qanun mənəm. Budur yəni, yiyəsiz ölkədir. Sənin kimi, mənim kimi milyonlarla vətəndaşlarım belə qanunu batırlar, həyatını məhv ediblər. Bunlara qarşı qardaş təşkilatlanmaq, mübarizə aparmaq, dirəniş göstərmək lazımdır. Nə qədər ki bu rejim var, Allaha and olsun, bax sizin kimi vətəndaşların çoxu bu günə qalacaq. Mənim şəxsi Azərbaycan Respublikasının Cinayət Prosesi bəli, kitabım var. Mən bu kitabdan oxuyuram, anlayışım var. Mənim yaşayışım nə olmalıdır, necə olmalıdır, mən hər hansı bir qanun pozmayım. Bu kitabın əsasında mən baxıram, bilirəm ki, necə yaşamaq lazımdır. Kimə qarşı necə. Mən öz yaşayışımı bilirəm. Bir dəqiqə, üzr istəyirəm. Sənin göstərdiyin o cinayət məcəlləsi var, o kitab, o qanun kitabı. Onu var, bax, sənə qarşı oyun quran, alçaqlıq eləyən polis rəisi, kimlərin adını çəkirsən, onların heç bir o məcəlləni bilmir, xəbərləri yoxdur. Təsəvvür edirsən, telefon zəngini öz başına alır. Zorba siyasəti. Bəli. Bu kitabdan heç istifadə eləmirlər. Özlərinə lazım olanda orada maddələrdən istifadə edirlər. Elə bir kitab var mı, yox mu? Xəbərləri yoxdur ümumiyyətcə. Çünki demirəm, adamlar pul verib. Biznes ölkədə biznesə çevrilib vəzmi. Pulunu ver, kapital al, qoy bir şey, mənəm qanun. Nə cinayət, nə məcəllə, nə qanun. Kapitaldır, tağır bir şey, mənəm. Rəisdir, paqon tağır bura, mayor, mənəm qanun. Nə bilim, icra hakimiyyəti tağır paqonunu deyir, mənəm. Ölkə bu gündədir, qardaş. Ölkədə belə cinayət məcəlləsi, qanun, qayda bu şey vecini almır bunlar. Bunlar bizim məhv edirlər, bunlar bizim anamızı ağladırlar, həyatımızı məhv edirlər. Qanımızı belə batırırlar. Hal-hazırda tək başına 25 nəfərə yaxın vəzifəli və hüquqi şəxslərlə baş-başayam, tək başına. Rayon icra hakimiyyətinin nümayəndələri ilə, rayon prokurorluğu ilə, rayonun polis şöbəsi. Baxın, mənim başıma gətirilən oyunlar budur. Mən artıq bezmişəm bu həyatdan. Məni bezdirirlər, bilə-bilə bezdirirlər ki, mən harada sözümü asım və yaxud da ki, özümə xəsarət yetirim, intihar hədinə çatım, öldürüm özümü. Bunlar rahatlansın. Çünki necə sənim, onların qəzəbinə tuş gəlmişəm. Bu cür istintaq 8 ildir. Yatmış istintaqı mən ayıtmışam, açmışam üstün və şəxsə günah verilib 50.1-in tərkib hissəsi. İmeni düşüblər mənim üstümə ki, niyə mənim ortadan götürsünlər? Necəsə torba tiksinlər mən, don geyindirsinlər üstünə. Oldu qardaş, son sözünüzü deyin də sizə sağollaşaq. Məndə bir iki məsələ var, onunla bağlı danışım indi. Sonra yekunlaşdıraq. Əgər bu efir vasitəsindən izləyirsə, ölkə başına siqnal deyir ki, mənə vətəndaşlar qorxmasın, siqnal versin, nə bilim, nə kimi sözlər deyirsə, mən də onun əsasında ölkə başına üst tuturam ki, əgər bu dövlətin, hüquqi dövlətin bir vətəndaşı olaraq dövlətin qanunları varsa, qanuni çərçivədə
məni qəbul eləsin, mən detallı şəkildə sübut qoyuram onun qarşısına ki, məni düz başa düşsün. Sübut qoyuram ki, təyin etdiyim məmurlar bu cür özbaşınalığa yol verirlər. Qanunu itibbat edirlər. Özlərinin şəxsi mənafeyini güdürlər. Şəxsi maraqlarını güdürlər bu cür polis əməkdaşı və prokurorluq əməkdaşı. Bir vətəndaşın qanunu itibbat eləmək, 100 vətəndaşın qanunu itibbat etmək deməkdir. Başa düşürsünüz? Yəni hazırda əgər mənim atamı qanunu itibbat ediblərsə, atamdan sonra ailənin 15 nəfər başı var. 15 nəfər ailə üzvü var. Bunlar hamısı başsız qalır. Ağsaqqalsız qalır. Bu nə deməkdir? Oldu qardaş. Ümid edirəm ki, yəqin ki, əgər bilmirəm, mən inanmıram. Bunlara heç müraciət eləməyi də mən məsləhət görmürəm, amma da siz deyirsinizsə də olsun. Əgər baxırlarsa tədbir görsünlər. Adama köməkləyin, adama bir vəkil verin. Kasıb adamdır, qanını batırmaq istəyirlər, imkan yaratmır. Şərait yaratmır, vicdanı imkan vermir. Qardaş adamın hüquqlarını bərpa eləyin. Hə? Bax, bir dənə də sənət mən sizə göstərəcəm. Bir dəqiqə səbirli olun. 23 oktyabr ayında, 24 oktyabr ayında mən bir Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə müraciətim olub. Sübutlu sənədlərini. Mənim həmin ərizə müraciətimi göndərirlər Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna ki, rayon prokurorlarının qanunsuz hərəkətlərindən şikayət etmişəm. Faktiki sübutlu sənədləri əlavə edib qoymuşam ki, cənab prokuror, bax, bil ki, prokurorlar nə oyun çıxardırlar. Mənim həmin şikayətimi, həmin sənədlərimi göndərirlər baxılması üçün Hərbi Prokurorluğuna. Mən başa düşmürəm ki, hərbi prokurorluq nə vaxtdan yerli prokurorun qanunsuz hərəkətlərinə nəzarət edən orqan olur? Oktyabrın 24-ü. Bu sənə hərbi prokurorluğa gedir. İstər ambusman yazırsa, vətəndaşı qəbul eləyin, hərbi prokurorluğa gedir, vaxt itirirlər, iz itirirlər. Yəni, əgər rayon prokurorun qanunsuz hərəkətləri varsa, buna birbaşa baş prokurorluq da cavabdır. Baş prokurorun istintaq şöbəsi. Burada Cinayət Prosessual Məcəllərin 449.3-ün tərkib hissəsi pozulur. 2-nin tərkib hissəsi pozulur. Buna baş prokurorluq baxmaq əvəzinə göndərilər Azərbaycan Respublikasının baş prokurorluğu, hərbi prokurorluğuna. Baxın, 4 aydır, 3-cü ay keçir, 4-cü ay keçir, mən bu sənəddən qəbul eləmirlər. Faktiki sübutlar qoymuşam bu sənədin tərkibində. Rayon prokurorluğunun qanunsuz hərəkətlərindən bağlı. Sübutlu sənədlər qoymuşam, bunu göndərirlər hərbi prokurorluğa ki, baxın. Vətəndaşı yubadın da, yəni, vaxt keçsin. Sonra da başlayayım ki, həmin müddəti bərpa eləməyə. Bu da haqsızlıq aslında. Nəinki Azərbaycanda. Elədir, qardaş, elədir. Ümid edirəm, baxar işinizə. Ümid edirəm, nə bilim, vicdanları bir balaca da varsa, mən inanmıram olsun. Varsa da baxsınlar, adama dəstək verin, kömək edin. Mən nə deyim, yəni, bilsən, mən Rafael Pirev olaraq neçə ildir meydandayım, mənim istiqamətim tamam başladı. Mənim istiqamətim o istiqamətdədir ki, bəli, mən sizə deyərəm, bundan razılaşmaya bilərsiniz, təhlükə ola bilər, o ayrı bir şeydir. Amma mən hər zaman demişəm, bugün də deyirəm, sizin də öz gözünüzün önündə də deyirəm, hamı da bilir. Qardaş, Azərbaycanda şikayətə baxan yoxdur. Şikayət artıq Azərbaycanda belə deyək də biznesə çevrilir, şikayətin özü. Yəni, Azərbaycanda şikayətə də baxan yoxdur. Pulun var, tutardı getdi, qriyyətli də sənsən, namuslu da sənsən, nə bilim, kişi də sənsən, ləyaqətli də sənsən, qanun da sənsən, dövlət də sənsən. Azərbaycanda bu sistemi yaradıblar. Yəni, bu sistemi mən hər zaman istiqamətim olur ki, devirmək. Bu, Azərbaycanda dəyişilməlidir. Dəyişməsə, qardaş, şikayətə baxan da yoxdur. Ümid edirəm ki, olar, olsun. Ümid eləyək ki, olsun. Amma mən inanmıram. Yəni, bunlar budurlar, bunlar düşməndirlər. Bunu sən qardaşa bu hərəkəti eləyənlər düşməndən başqa şey eləməz ki. Heç kəs eləməz. Əgər bu ölkədə qanun olsa, sənə bu hərəkət elənməzlər. Demək ki, düşmənlərin əlindədir dövlət. Demək ki, belə deyək də, qələm düşmənlərin əlindədir. İstədiklərini imza atırlar, yazırlar, pes atırlar, yox. Budur, yəni, ölkə bu gündədir. Ona görə o ölkədə, qardaş, dəyişiklik olmalıdır. Dəyişiklik, islahat işləmir bu ölkədə, dəyişiklik. Bəli. Sastav dəyişilməli. Oldu, qardaş. Başqa bir sözün var mı? Allah razı olsun. Nə zaman istəsəniz, çıxın, danışın, problem deyil. Allah sizdən razı olsun. İnşallah ki, ölkə başçısı bu şikayətimi eşidər. Bir tədbir görə bilərsin. İnşallah. Oldu. Oldu. Sağ olun. Var olun. Sağ olun. Təşəkkür ederim.